Terezi bürcü, havanın tarazlığından doğulmuş 7. bürc. Zamanın başlangıcında tanrılar ona ədaletin tərəzisini, gözəlliyin ilhamını ve harmoniyanın sirrini bəxş ettiler. Onun addımı yüngül, baxışı ise ölçülüp biçilmiştir. O, sükutta da musiki eşiden, xaosta da nizam gören bir varlıktır. Onun silahı diplomatiyadır, qalxanı ise zərif zekasıdır. Terezi mübahisəni sevmez ama ədalət üçün döyüşdən qaçmaz. Dostuna sülh gətirər, düşməninə ise hakkın gücünü gösterer. Onun sözü sakit külək kimi yumşaqdır, amma haqsızlıq görəndə ildırım kimi çaxar. Ədaləti öz varlığının mərkəzidir. Kimin ürəyi təmizdirsə, yanında yer alar. Kimin niyyəti qaranlıqdırsa, dərhal uzaqlaşdırılar. Tərəzi sevirsə, gözəllik qatır, nifrət edirsə, səni tərəzisindən əbədi endirər. O sadəcə insan deyil, o qədim ədalətin və harmoniyanın varisidir.